Salam uşaqlar, bugünkü mövzumuz tam ədədin natural üstü qüvvəti. Səhifə 95-96. Uşaqlar, bəzi səbəblərə görə bir neçə mövzuda keçmirik dərsləri, 3 həftəlik mövzu paylaşmıram. Amma çalışdığım qədər növbəti dərslərimizdə paylaşıb sizə dəstək olmağa çalışacağım. Amma siz də mənə dəstək olmaq üçün bəyənməyi, abunə olmağı və şərh yazmağı unutmasınız, sevinərəm. Yaxşı, başlayaq dərsimizə. Dərsimiz nə oldu? Tam ədədin natural üstü qüvvəti. Uşaqlar, natural üstü qüvvət hissinə keçmişik. Yəni, tam ədəd formasında keçməmişik. Natural ədədin natural üstü qüvvəti. Yəni, 3 üstü 4. Yadınızdadır uşaqlar? 3 üstü 4 nə deməkdir? 3'ü 4 dəfə öz-özünə vurmaq. 1, 2, 3, 4. Yadınızdadır bu? Yəni, eyni şeydir. Tam ədəddə də eyni şeydir. Onsuz üçümüzün özü də tam ədəddə, problem yoxdur. Yəni, verilib tutaq ki, mənfi tam ədədin əsas burada nəzərdə tutacaq öyrədəndə. Verilib mənfi 3'ün üzərində 4. 4 nə deməkdir uşaqlar? 4 dəfə öz-özünə vur mənfi 3. Yazıram, mənfi 3. Vırılsın, mənfi 3. Vırılsın, hər birinin mörtüsüdə yazıram ki, mənfi ilə vur bir-birinə qarışmasın. Çünki vur çıx kimi görsənəcək mörtüsüdə yazmasın. Vırılsın mənfi 3, vırılsın mənfi 3. İndi uşaqlar, baxıram ardına. Bir dənə sizinlə qayda keçmişdik. Demişdik ki, əgər mənfilərin sayı cüt sayıdadırsa, 2, 4, 6, 8, 10, 12 cüt sayıdadırsa, buranda bir-birinə nəyi verirdi? Müsbət. Səbəb niyə? Mənfi mənfini müsbət. Burayın mənfi ilə də mənfi bir-birini müsbət. Mənfi qaldı mı? Yerdə. 2 dənə mənfi bir-birini müsbət edir hasilə. Qaldı, cavab elədi müsbət. 3 vur, 3 vur, 3 vur, 3 neçə edir? 81. Keçirəm başqa bir sual üzərində deyim. Mənfi 2 üzərində 3. 3 nə deməkdir? 3 dəfə öz-özünə vur. 3 dəfə yazıram mənfi 2-ni. 1 dəfə, 2 dəfə, 3 dəfə. Vurmalı yazdım. Mənfi mənfi. 2 dənəsi bir-birini elədi müsbət. Yerdə qaldı bir dənə mənfi. Bu mənfini müsbət eləmək üçün heç bir mənfi yoxdur, düzdürmü? Cavablandı mənfi. Və yaxud da qayda olaraq demişdik, mənfilərin sayı tək sayıdadırsa, yəni 3 dənə, 5 dənə, 1 dənə, 7 dənə bu formada verilibsə, cavab mənfidir. 2 vur, 2 vur, 2 neçə edir? 8 cavab elədi, mənfi 8. Aydındır uşaqlar? Bu formada hər birini həll edib, cavabı təyin edirsiniz. Gəlin indi suallar üzərində baxaq, görək hansı formada verilib. Misal 1-dən başlayıram. Gəlin şifahi deyəcəm uşaqlar bəzilərini. Mənfi 7-ni 3 dəfə öz-özünə vurub. Cavab mənfi edir müsbət. Mənfi 3 deməkdirsə, mənfi. 1 mənfi, 2 mənfi, 2 mənfi bir-birini müsbət elədi. 3-cü mənfi edir mənfi. Mənfi 7 vur, 7 vur, 7 neçə edir? 49 verir 7, 243. Aha, mənfi 243 yazıb qurtarır. Mənfi 6-nı 4 dəfə öz-özünə vuranda cavab nə edir? Mənfi mənfi elədi. Müsbət, düzdürmü? 2-ci mənfi ilə 3-cü ilə 4-cü mənfi də müsbət. Cavab edir müsbət. 4 dənə ümumiyyətlə müsbət edir. Müsbət 6-ları bir-birinə vurub cavab təyin edirsiniz. Növbətini özünüz fikirləşin. İkinci sualdan 6 üstü 3, yəni 6 3 dəfə öz-özünə vur. 6 vur, 6 vur, 6 edir 216. Mənfi 6 üzərində 3. 3 dəfə öz-özünə vuranda neçə edir? Mənfi edir. Düzdürmü? İşarə olaraq mənfi 216. Keçdik, mənfi 1-in üzərində 12 cüt sayıdadır deyə cavab elədi müsbət. Müsbət 1. Yazıb qurtarsınız. Bu formada təyin edirik yardımda. Keçirəm. 3-cü sual. A və N'in verilmiş qiymətlərində A üstü N ifadəsinin qiymətini tapın. A üzərində N, yəni mənfi 7 üzərində 3. Yazıram. Mənfi 7 vurulsun. 3 dəfə öz-özünə vuram. Mənfi 7 vurulsun, mənfi 7. 3 dəfə öz-özünə vuran cavab nə edir? Mənfi. 7 vur 7'ye 1, 7 neçə edir? 243. Bunu yazıb saxlayaq. Növbəti bənd. Mənfi 2 üzərində 4, mənfi 2 üstündə 4. 4
4 dəfə öz-özünə vururam. 4 dəfə vuranda müsbət eləyəcək mənfi. Müsbət. Müsbət deyənlərə aferin, halaldır. Çünki cüz sayılıdır uşaqlar. Mənfi mənfini müsbət, mənfi mənfini müsbət, cavab müsbət. 2-yi 4 dəfə öz-özünə vuranda elədi 16. Bir vurub özünüzdə baxırsınız. 2 vur 2, 4, 4 vur 2, 8, 8 vur 2, eləyir 16. Birini də yazım uşaqlar, mənfi 8-in üzərində 2, mənfi 8-in üzərində 2, mənfi 8 vurulsun, mənfi 8, mənfi vur, mənfi elədi müsbət, o da eləyir 64. Bu formada təyin edilir. Keçirik növbəti suala uşaqlar. Növbəti sualımız nədir? Hesablama formada ifadənin qiymətinin mənfi və yaxud da müsbət ədəd olduğunu müəyyən edin. Hesablamaqla cavabı yoxlayın. Uşaqlar mənfi müsbət olduğunu A variantında mənfi cavab müsbət 5 dəfə öz-özünə vurmuşsunuz. Mənfi tək saydı. Aysu. Mənfi 2-ni 5 dəfə öz-özünə vuranda 32 edir. Mənfi 32. B variantında 4 dəfə öz-özünə vurmuşsunuz. 4 dəfə müsbət. 3-ü 4 dəfə öz-özünə vuranda 81. Müsbət 81. Mənfi 1-i 6 dəfə öz-özünə vuranda müsbət 1. Mənfi 5-i 3 dəfə öz-özünə vuranda 3 dəfə. Tək dəfədirsə cavab edir mənfi. Mənfi 125. Mənfi 14-ü 2 dəfə öz-özünə vuranda elə cavab müsbət 196. Keçirik 5-ci suala. 5 də bizə nə deyir? Uşaqlar ayrı-ayrı hesablayacaqsınız, hasili tap deyir. Ayrı-ayrı hesablayıb sonra hasili tapacaqsınız. Məsələn, B variantına bir daha baxaq. Verilib. Verilib. Bizə mənfi 3 üzərində 4 vurulsun, mənfi 6 üzərində 2. Şöyle 4 dəfə öz-özünə vuranda müsbət 81 vurulsun. 36-ın 2 dəfə, 6-ın 2 dəfə öz-özünə vuranda 36 kvadratlı deyə müsbət. 81 ilə 36-yı 6 vurub cavabı tapırsınız ki, neçə edir? Cavab eləyəcək müsbət. Müsbət neçəsə? 6 vurub özünüz tapın. Cavabı. Bir dənəsinə də baxaq burada. Məsələn, verilib, asanlığından baxıram uşaqlar, çətinlər siz özünüz hesablayın. Mənfi 1 üzərində 6 işarəsinə görə mən hesablayıram əsas. 6 dəfə öz-özünə vuranda nə edir? Müsbət 1. 3 dəfə öz-özünə vuranda mənfi 8. Müsbət vurursun mənfi, mənfi. 1 vur 8, 8. Formada təyin olunacaq. Keçdik, müqayisə edin. Uşaqlar hər birinin qüvvətini tapırsınız. Demişdik, ikisi də müsbətdirsə, onsuz da müqayisə asandır. Böyük olan böyüdür. Biri müsbət, biri mənfidirsə, müsbət elə daha böyüdür. İkisi də mənfidirsə, baxın, hesabladınız. Birinin alıcı mənfi 36, birinin alıcı mənfi 25. Hansı böyüdür? Demişdik ki, modulu böyük olan, yəni müsbət forması 36 daha böyüdür, düzdürmü? Böyük olan daha kiçik hesab olunur. Aydın uşaqlar, mənfətirləri müqayisə edəndə bunu da demişdik. Aydındır uşaqlar, 7-ci sualda da özünüz baxıb işləyirsiniz. Sağ olun uşaqlar, növbəti dərsimizdə görüşərik. Sağ olun.